Qızlar, mən indi sizə şəxsi kabinetinizə daxil olaraq məhsullara necə baxıb baxa bilərsiniz, səbətə necə əlavə edə bilərsiniz, pulları ilə tanış ola bilərsiniz. Bax, o barədə sizə məlumatlar ötürəcəm indi. Daxil olaq gəlin şəxsi kabinetimizə. Qızlar, görürsünüz, bax burada aşağıda sağ küncdə tüm məhsullar deyilən bir başlıq var. Oranı basırsınız və qarşınızda belə bir deməli pəncərə açılacaqdır. Bu pəncərədə həm məhsulların qiymətləri ilə tanış ola bilərsiniz. Üzərlərindən basaraq altında müəyyən məlumatlar var, onları bilə bilərsiniz. Nə qədər ölçüdədir, nə qədər sipi verir, nə qədər pidi verir. Bunların hər birindən tanış ola bilərsiniz. Gəlin baxaq görək bu məhsulun qiyməti neçədir. Qızlar, baxın, görürsünüz, burada qara rəqəmlərlə yazılıb, üzərindən xətt çəkilibdir. Bu məhsulun satış qiymətidir, yəni kataloq qiymətidir. Göy rəqəmlərlə verilib. Bu isə məhsulun, yəni distributorlara gələn qiyməti, yəni sizə gələn qiymətidir. 13 manat 98 qəpik satış qiyməti, yəni kataloq qiymətidir. Göy rəqəmlərlə yazılan 10 manat 75 qəpik isə distributorlara gələn qiymətləridir. Və qızlar, deyə bilərsiniz ki, biz bu məhsulu necə əldə edə bilərik? Burada görürsünüz, səbətə əklə düyməsi var. Bax burada, səbətə əklə. Həmin düyməni sıxaraq siz məhsulu öz səbətinizə əlavə edə bilərsiniz. Baxın, burada səbət işarəsi var. Sonra onun üzərindən basaraq məhsulun qiyməti, dəyəri, hər bir şey görsənir burada. Görürsünüz qızlar, baxın, səbətimizə artıq əlavə olundu. Baxın, burada görürsünüz plus, minus və 1 rəqəmi yazılıbdır. Tutalım ki, mən bu məhsuldan 1 yox 2 dənə istəyirəm. Bu zaman plusu basaraq məhsulun sayını 2-yə çıxarıram. 2-yə çıxarıram və yaxud da endirmək istəyirəmsə, tutalım ki, intim şampundan 7 dənə yox 6 dənə etmək istəyirəm. Çıxağın üzərindən basaraq məhsulun sayını endirirəm 0-a və yaxud da heç bu məhsulu istifadə etmək istəmirəm. Bu X işarəsinə basaraq məhsulu çıxara bilərəm. Və yaxud da ümumiyyətlə səbətimizi təmizləmək istəyiriksə də, səbəti təmizlə düyməsini basaraq məhsullarımızı ümumiyyətlə səbətdən təmizləyə bilərik.